Dənizkənarı Bulvar İdarəsi publik yaşıllıq zolaqlarının və landşaft dizaynının yenilənməsi məqsədi ilə bitki toxumları alacaq. Müxtəlif növ və rəng çalarlarında ranunculus, pelargonium, petuniya, begoniya, tagetes və digər dekorativ bitkilərin toxumlarının alınması nəzərdə tutulur. Ümumilikdə 100 minlərlə ədəd çiçək toxumu sifariş olunacaq ki, bu da park və bulvar ərazisinin mövsümi çiçəklərlə bəzədilməsinə imkan yaradacaq. Qeyd edək ki, xüsusilə şəhər mühitinə uyğun, uzunömürlü və estetik görünüşə malik çiçək növlərinə üstünlük verilib. Alınacaq toxumlar əsasən yaz-yay mövsümündə dənizkənarı bulvar ərazisində, eləcə də ona bitişik park və istirahət zonalarında əkiləcək.